Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Fitnə, fəsadı sevən, bacarıqsız bir insanın başqa insanların işləri barəsində danışanları. 5 nəfərlik işi ver ona, idarə et. Bir aydan sonra gəl görəcəksən ki, darmadan bir iş. Mənfi 10 minlər işi də batırıb, hər şeydə baxır-baxır gedir. Həmin insanların insanlar barəsində danışmağıdır. Ona görə möhtərəm müsəlmanlar, bu Ramazan fürsətdir ki, biz cəmaat olaraq ayrılmayalım. O ki, qaldı sual verirlər ki, fitnə var, fəsad var. Fitnə, fəsadın olması ləbuddur, Allahın sünnətidir, qaydasıdır. Fitnə, fəsad hər zaman olub, hər zaman olacaq. Kim desə ki, mən fitnə, fəsadsız, Allah razı olsun, fitnə, fəsadsız bir həyat yaşamaq istəyirəm, bu yalandır. Allah da deyir, وَلَقَدْ فَتَنَّ الَّذ۪ينَ مِنْ قَبْلِهِمْ Biz sizdən öncə olanları da fitnə, fəsada çəkdik. Niyə? فَلَيَعْلَمَنَّ اللّٰهُ الَّذ۪ينَ الصَّدَقُوا وَلَيَعْلَمَنَّ الْكَذِبِينَ Kim doğru danışır, kim yalan danışır, bunlar bir-birindən ayrılsın deyə. Allah bunları bu insanlara göstərsin. Kim doğrudur, kim yalancıdır, kim iftiracıdır, kim böhtancıdır, kim fitnəkardır, kim nəmmam edəndir. Qardaşlar, bir-birinə, müsəlmanlar bir-birinə mehriban olmalıdır. Bir-birinə gözəl söz deyib, gözəl işlərdə birlik etməlidir. Yoxsa o buna söz atması, o bunun söz atması, bunlar hamısı şeytanın vəsvəsələridir. İndi Ramazandır deyə, əlhamdülillah, şeytanlar bağlıdır. Fikir versin, hamı öz işindədir. Ramazandan sonra amma şeytanlar yenə fəaliyyət göstərəcək. Və Allaha söz verir. Deyir, mən sənin qullarını yoldan çıxardacaq. İllə ibədəkə minhumul muxlasin. İxlaslı qullarından başqa. Şeytan yatmır. Şeytan gözləmir. Və demir ki, hə, sən biraz imanlı, elmli gücləşdir, mən ondan sonra sənə yaxınlaşdan vəsvəsə verirəm. Yox. Hər anını gözləyir ki, sənə vəsvəsə verir. Hər anında o sənin düşmənidir. Allah Subhanahu taala bəyan edir. İnnehu lekum aduwwun mubin. O sizin apaçıq bir düşməninizdir. Düşməninizi tanıyın. O da şeytandır. Həmin bu şeytanlar insanlardan da var. Fitnə sevər, fəsad sevər, fitnənin iyi harda var, ora qaçan. Allah da deyir, وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًا Biz hər bir peyğəmbərə düşmənlər etdik. Düşmənləri etdik və göstərdik. O düşmənlər minəl-insi vəl-cin şeyatinəl-insi vəl-cin insanlardan və cinlərdən olan düşmənlərdir. İnsanlar sözü ən birinci gəlir. Niyə? Bu insanlar fitnə, fəsad etməyi sevir. Amma bilsinlər, Allah fitnə, fəsad edənləri sevməz. Allah Teala Quran-ı Kərimdə buyurur, "Vallahu la yuhibbul fəsad." Allah fəsad edənləri sevməz. Bil ki, sən nə qədər ki fəsad edəcəksən, nə qədər ki nəmmamlıq edəcəksən, nə qədər ki müsəlmanların arasını vuracaqsan, fitnəli edəcəksən, cəmaatı ayıracaqsan, o qədər də Allah səni sevməyəcək. Vallahu la yuhibbul mufsidin. Allah fəsad edənləri sevməz. O kəslər ki, insanların arasında nəmmamlıq edir. O kəslər ki, insanların arasını vurmaq istəyir. O kəslər bilməlidir ki, Allah Subhanahu Teala o kəslərə qəzəblidir. Bir hədis var, düzdür, bəzi alimlər hədisi İslamda zəif deyib, amma hədisi hatırladıram. Orada buyurur ki, "El-fitnetü naimə, la'nətallahu alə mən yuqiduha." Fitnə yatır. Allahın lənəti olsun onu oyanana. Və məşhur hədis var, səhih. Naşır hədisdə Allah istəyir ki, ayaq üstə duran, oturan ayaq üstə durandan daha xeyirdir.
Çünki fitnə gələndə heç kimə baxmır. Sən pissən, sən yaxşısan, yox sən bu fitnəyə layiqsən, yox sən layiq desən. Fitnə gələndə ümumi gəlir, hamıya. Və hamıya da gələndə bütün insanlar əziyyət çəkir. Məsələn, Abu Bakr meçidinin bağlanmasında əli olan insanlardan mən qiyamət günü haqqını soracağım. Mən. Niyə? Hər il orada dərslərim var idi, tələbələrim var idi, yüzlərlə, bəlkə 500-lərlə tələbə yetişdirirdi. Mən şəxsən qiyamət günü o insanlardan neçə il vardı? 10 il var mı? 2008 neçə ildir? 6 il. 6'nı vur orta bir, 300. 1800 dənə tələbənin haqqını sorsun. Və çəkinmirəm də və haqqımı da çəkməyəcəm. Soruşacağım. 1800 tələbəmi yetişdirməyə, Quran oxutturmağa, Quranı tədris etməyə, Quranı əzbərlətdirməyə mani olan insanlar gətirir. Mən haqqımı istəyirəm. Baxın, fitnə, fəsad baxmır heç kimə. Baxmır ki, bu Bəxtiyardır, bu Turaldır, bu Ramindir, bu Namiddir, bunlar yaxşıdır, heç olmaz, bunlar pisdir. Baxmır, qardaş, hamını götürür. Hamını götürür, aparır. Etmir. Elhamdülillah, Əhl-i-Sünnə vəl Cəmaənin əqidəsi var, Əhl-i-Sünnə vəl Cəmaənin alimləri var, Sələfin alimləri var, ümmətin alimləri var. Bu əqidə dünən yaranmayıb ki. Əhl-i-Sünnət əqidəsi, Sələfin əqidəsi əsrlər boyunca. Dünən yaranan bir əqidə deyil. Baxarsan ki, bəziləri alimlərə söz atır. Alimlərə söz atan insan Quran-ı Kərimə söz atmış olur. Niyə? Niyə? Hardan bilirsən? Deyəcəm sizə. Allah da deyir, Qul həl yəstəvillədinə ya'ləmunə vəllədinə lə ya'ləmun. De ki, heç bilənlərlə bilməyənlər bir ola bilərmi? Ay yazıq insan, ay miskin insan, Allah öz qatında bilənlə bilməyəni bir tutmayıbsa, sən kimsən bilənə söz atırsan? Ay miskin insan, Allah öz qatından fəsəlu əhlə zikri, in kuntum la ta'lamun, bilmədiyinizi zikr əhlindən, bilənlərdən soruşun deyə öz qatında buyurubsa, sən kimsən ki, o bilənlərə söz atırsan? Kimsən sən, ey yazıq insan? Düzdür, heç nə etmir, amma havanı bulandırır. Havanı bulandırır. Alimlərə söz atır, alimləri iftira edir. Onları qorxaqlıqda ittiham edir. Qorxaqlıqda adamın 90 yaşı var. Bir ayağı orada, bir ayağı burada. Gözü kör, görmür, heç nə həyatdan ləzzət almır, deyib qorxur. Deyirsən, ay kişi, heç olmasa bir cavan adama deyərsən ki, ev var, maşını var, 30 yaşı var. Bu qorxur. Kişinin 90 yaşı var. Bilir ki, sabah öləcək, uzağına yəni keçibdə bunun vaxtı. Nə var? Allah etsin, bəlli bir vaxt deyil. Ümmətinin yaşı budur. Artıq bu insan özü bilir ki, artıq nədir? Əlavə vaxt yaşı. Sən ona ittiham etməklə, qıvqal atmaqla ki, bu belədir, bu elədir, nə əldə edəcəksən? Yazıq insan. Və alimlər bizim bilmədiklərimizi bilirlər. Niyə? Çünki o qədər hədis, o qədər İslam tarixi oxuyublar ki, artıq fitnənin baş verməsini bilirlər. Əhməd ibn Həmbəlin vaxtında, rahiməhullah, böyük bir fitnə var. Quran-ı Kərimin məxluq olmaması məsələsi. Alimləri öldürürdülər, türmələrdə çürüdürdülər, döyürdülər, söyürdülər. Əhl-i sünnətə imkan etmirdilər ki, dəvətlərini yaysınlar. Hətta Əhməd ibn Həmbəl kimi böyük alimi türmələrdə çürüdülər. Soruşdular ya Əhməd ibn Həmbəl, nə edək? Dedi, səbr edin. Qorxuram ki, fitnələr gətirər. Dedilər, ya Əhməd ibn Həmbəl, bunlar da artıq fitnə, müsəlmanları öldürdülər, türmələrə bastılar, incitdilər, dəvətimizə icazə vermədilər. Bundan da böyük fitnə? Dedi, bəli, bundan da böyük fitnə. Ola bilsin, və aleyhissalam, keçmişdə olduğu kimi yol kəsənlərin vaxtı gəlsin. Hansı karvanla gelirdi, səni gəlirdilər, mallı mülkü alırlar, öldürürlər, bırakırdılar.
dedi, ola bilsin onların vaxtı təzədən döndürsün. Çünki xəlifələrin vaxtında hətta bir ətəri olsa belə bu işlər qadağan idi, yox idi. Və ola bilsin deyir, insanlar təzədən evlərə girib, namuslara toxunub müsəlmanları öldürərlər. Gör nəyi nə ilə məsələdir. Bax, budur alim, Rabbani, Əhl-i-Sünnə və Cəmaə alimi. Bəzi insanlar təəccüblənirəm. Ona söz, sən çıxdın, sən girdin, sən qiyam edir, gözlə. Sən hazırsan, bir dənə də sözlə, sən də gir. Bu nə əqidədir? Kimin əqidəsidir bu? Kimə qulluq edirlər bunlar? Nəyə qulluq edirlər bunlar? Sən kimsən danışırsan? Bir Fatihə surəsini oxu, görün sənin neçə dənə səhvin var. Görün bir Fatihədə sən hələ özün bir küfr edirsən, yoxsa etmirsən mi? Görün nə deyirsən sən?